Əslində mobil operatorlar o kart satan əlavə pul almasın deyə o karta görə ona pul onsuz da ödəyir. Yəni kartı kim satırsa, kartın dəyəri 5 manatdırsa, üstündə yazılı, onu 5 manata vətəndaş onu almalıdır. Kartı satana onsuz da onu satdığına görə mobil operator o söylədiyimiz qəpiyi, manatı nəyi varsa onu bərabər bölüşdürülür. İndi görünür o alan o artıq kimsə o yerlərdə konkret icraçıların konkret hallardır. Bunu mən mütləq mobil operatorlara bu məsələni qaldırım ki, onlar özləri bunları reydlərini təşkil etsin və bu sadəcə belə deyim də onu satan adamın cinayətidir. Yəni bu hesab edək ki, bir düyünün üstündə yazılıbsa 1 manat, onu satanda 1 manat 20 qəpiyə, əgər alanda necə qanunu pozursa və ya avtobusa bilet yazılıb 20 qəpiyə, əgər 40 qəpiyə alıb necə qaydanı pozursa, eləcə də burada pozur. Yəni orada xidmət göstərən, bu satışı təşkil edən vətəndaşın bilmirəm, cinayətidir bu, bunun başqa adı yoxdur. Yəni bu halları əgər belə bir massavi hər yerdə varsa, bunu mütləq mobil operatorlarımız qarşısına məsələni qoyarıq ki, buna nail olmağa çalışarım ki, bu məsələ olmasın deyə. Mən ilk dəfədir bu məsələni eşidirəm, bir daha deyirəm, mütləq mobil operatorlara biz elə bugün hazırlayıb onları müraciətlər göndərək ki, özləri tərəfindən yerlərdə baxsın.